Azərbaycanda ilk dəfə iki tərəfli sayğaclar məhz işğaldan azalmış ərazilərdə tətbiq olunur. Bundan başqa küçə işıqlandırılmasında biz daha çox off-grid deyilən, belə deyək, günəş panellərindən istifadə edirik. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda əgər elektrik enerjisinin mənbəyinə baxsaq, böyük əksəriyyət mahiyyət etibarilə bu alternativ enerji mənbələrindən qaynaqlanır. Birinci növbədə su elektrik stansiyalarından qaynaqlanır və bu da bizə sözsüz ki, məhz bu bölgədə daha dayanıqlı bir iqtisadi bazanın formalaşmasına kömək edəcək. Eyni zamanda bir çox layihələrimiz var. Bilirsiniz, müxtəlif partnyorlarla günəş elektrik stansiyalarının, plantasiyalarının demək, qurulması, külək elektrik stansiyalarının qurulması. Biz bunların hamısını hər bir layihə kontekstində ayrı-ayrılıqda təhlil edərək tətbiq edirik. Bu il Böyük Qayıdış 1-ci dövlət proqramının sonuncu ilidir. Və sözsüz ki, ikinci dövlət proqramı da hazırlanmaqdadır. Möhtərəm Cənab Prezident tapşırığı ilə bunun üzərində müvafiq işlər gedir. Amma bu il son 5 il ərzində həyata keçirilən işlərin kulminasiya ilidir. Yəni, ən böyük, belə deyək də, layihələrin çoxu bu il yekunlaşacaq və ən böyük köç sayı da bu il nəzərdə tutulur. Məlumat verə bilərəm ki, son 5 il ərzində indiyəcən bizim 3 rayona, Ağdam, Füzuli, Xocavənd rayona 13.700 nəfər adam köçüb artıq və əgər digər çalışanları da nəzərə alsaq, bu gün bu 3 rayonda 50 mindən çox adam yaşayır, işləyir, fəaliyyət göstərir. Amma bu il ərzində 2026-cı ilin sonuna qədər hədəfimiz budur ki, daha 30 min vətəndaşımızı öz doğma dədə-baba torpaqlarına köçürülməsini təmin edək. Sözsüz ki, bu proses davam eləyəcək. Amma bu, birinci növbədə Ağdam şəhərində 2 yaşayış kompleksinin, 4-cü və 5-ci yaşayış komplekslərinin başa çatması ilə 2 kəndin, Başqərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisinin başa çatması ilə Füzuli rayonunda isə daha 2 kəndin dövlətyarlı və Pirəhmətli kəndlərinin demək, tikintisinin başa çatması ilə bunu biz təmin etmiş ola biləcək. Bu ərazilərdə, ümumiyyətlə işğaldan azalmış ərazilərdə demək, bərpa quruculuq işləri dövlət büdcəsi tərəfindən maliyyələşdirilir və fərq qoymadan, yəni ümumilikdə onu deyə bilərəm ki, indiyəcən bu ilin büdcəsini nəzərə alaraq 25 milyard manata yaxın dövlət tərəfindən vəsait ayrılıb işğaldan azalmış ərazilərə. Konkret olaraq mən istəməzdim burada hansısa bölgələrə ayıraq, bu hamımızın ümumi işidir və onu da deyim ki, bu bölgələrdə gedən işlər şərtli olaraq ayrılsa da hamısı bir-birinə əlaqəlidir. Ona görə buna məsələn böyük bir layihənin, mega layihənin bir kontekstində baxmaq lazımdır. Nümunə üçün deyim ki, məsələn yollar, dəmir yolları və yaxud böyük su anbarları, bunlar təkcə bir rayon üçün nəzərdə tutulmur. Onlar oraya investisiya qoyulanda o digər rayonlara da onun müsbət təsirləri var.